14 may üçün bürclərin qısa proqnozları tarixsiz versiya. Bugün uğurlu və enerjili gündür. Qətiyyətli olsanız çətinlikləri aşacaqsınız. Dəyişikliklərdən qorxmayın. Buğa tələsmədən qərar verin. Bəziləri sizi çaşdırmaq istəyəcək. Məsləhət yaxınların fikrinə qulaq asın, amma öz düşüncənizi də unutmayın. Əkizlər, ideyalarınız parlayacaq, amma səbirli olmaq vacibdir. Məsləhət sözlərinizə diqqət yetirin. Hərçənd hissləriniz güclənəcək. Ailəyə və evə bağlılıq artacaq. Məsləhət, daxili səsinizə qulaq verin. Şir, özünüzü ifadə etmək üçün yaxşı gündür. Uğurlar diqqət çəkəcək. Ego ilə deyil, ürəklə hərəkət edin. Detallara diqqət göstərin. Kiçik səhvlər sonradan böyüyə bilər. Məsləhət, planlı olun. Tərəzi, əlaqələr ön plandadır. Yeni tanışlıqlar mümkündür. Məsləhət, harmoniya üçün güzəştə gedin. Əqrəb, gözlənilməz hadisə sizi sevindirə bilər. Daxili gücünüz artacaq. Məsləhət, hisslərinizi gizlətməyin. Şəxsi münasibətlərdə səmimiyyət önəmlidir. Məsləhət, danışıqlarda dürüst olun. Oğlaq, işdə irəliləyiş mümkündür. Mühüm qərarlar gündəmdə ola bilər. Məsləhət, məqsədə fokuslanın. Dolça, yaradıcılıq və fərqlilik sizə üstünlük qazandıracaq. Məsləhət, ideyalarınızı paylaşmaqdan çəkinməyin. Balıqlar, daxili aləminizə yönəlmək üçün gözəl gündür. Məsləhət, yaradıcı işlərlə məşğul olun.